Axşamınız xeyir, hörmətli izləyicilər. Mən bu gün Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün didaktik mətnlərin, pritça, təmsil və digər ibrətamiz kiçik, qısa həcmli mətnlərin strukturu barəsində, onun təhlili barəsində danışmaq istəyirəm. Azərbaycan dili dərslərində bilirsiniz ki, hekayələr 3 hissə əsasında təhlil olunur. Giriş, əsas hissə, nəticə. Bəs bu hissələri hansı mətnlərə tətbiq eləmək olar? Bütün nəsr əsərlərini bu struktur əsasında təhlil eləmək mümkündürmü? Ümumiyyətlə, beləmi təhlil etməliyik? Giriş, əsas hissə, nəticə. Birinci növbədə onu deyim ki, Azərbaycan dili dərsliklərində mətnin giriş, əsas hissə, nəticəsi, onun ekspozisiya, final və sujetin əsas elementləri əsasında öyrədilir. Ekspozisiya, giriş, final, nəticə, digər elementlər, sujetin əsas elementləri isə mətnin əsas hissəsi kimi götürülür. Bunu bildirim, nəzərinizə çatdırım ki, Avropa nəzəri yanaşmalarında bu struktur keçərli deyil. Avropa nəzəriyyəsində, ədəbiyyatşünaslığında mətnin 3 hissəli strukturu Aristotelin bədii əsərin, bədii dramatik əsərin strukturu əsasında təqdim edilir. Burada vəziyyət necədir? Aristotelin poetikasına əsasən dramatik əsərin başlanğıcı onun düyün nöqtəsidir. Problem olan, yəni konfliktin yarandığı hissədir. Ekspozisiya və mətnin düyün hissəsi, konflikt, mətnin giriş hissəsi hesab edilir. Problemin inkişafı, hadisənin inkişafı və kulminasiya, yəni problemin ən zirvə nöqtəsinə çatması onun bədii mətnin orta hissəsi, daha doğrusu, əsas hissəsi də deyil, orta hissəsi hesab edilir. Hadisənin sonu isə düyünün açılması, konfliktin həllini tapdığı hissədir və eyni zamanda əgər final varsa, o da mətnin nəticə hissəsinə daxildir. Amma Azərbaycan dili dərsliklərində dediyim kimi, bu nəzəri yanaşmadan xəbərsiz halda yalnız ekspozisiya, mətnin girişi, nəticə hissəsi isə final götürülür.